Viyana Klassik Məktəbi Viyana Klassik Məktəbi 18-ci əsrin ortalarında formalaşan və musiqi klassizminin inkişafında böyük rol oynayan məktəbdir. Burada opera və instrumental musiqi öz dövrünün ən qabaqcıl ideya və xüsusiyyətlərini özündə cəmləşdirmişdir. Viyana Klassik Məktəbinin nümayəndələri Gluck, Haydn, Mozart və Beethovendir. Gluck və Mozart 18-ci əsrin ən görkəmli opera sənətkarlarından biridir. Hər iki bəstəkar musiqi tarixinə dahi opera islahatçıları kimi daxil olmuşlar. Haydn Viyana Klassik simfoniyasının və kvartetinin yaradıcısıdır. Beethoven qəhrəmani dramatik simfonizmin yaradıcısıdır. Onun musiqisində simfoniya əsl drama çevrilmişdir. O, bu janrı yüksək, ədəbi və fəlsəfi səviyyəyə qaldırmış və yüksək səviyyəyə çatdırmışdır. Viyana klassiklərinin yaradıcılığında sonata simfonik silsilə, sonata allegro forma ciddi inkişaf etmişdi. Onların musiqisində klassizmə xas olan obrazlılıq, müxtəlif obrazlar və musiqi dili xüsusiyyətləri öz əksini tapmışdı. Viyana klassiklərinin musiqisi həyatsevərliliyi ilə, ruh gümrahlılığı və işıqlılığı ilə səciyyələnirdi. Bu musiqinin məzmununa ümumiləşdirmə prinsipi olduqca xasdır. Viyana klassiklərinin musiqisi obyektiv xarakter daşıyır. Viyana klassiklərinin musiqi dili musiqi klassizminin ənənələri kimi qəbul olunmuşdu. Məsələn, Viyana klassiklərinin musiqi mövzusu kvadratlı period formasında yazılır. Bu mövzular sadə, aydın musiqi ilə səciyyələnir. Çox vaxt mövzu tonika və onun dönmələri əsasında qurulur. Bu mövzuda müxtəlif janr xüsusiyyətləri özünü biruzə verir. Viyana klassiklərinin harmoniyaları öz aydınlığı və sadə dili ilə seçilir. Burada klassik lat, funksional sistemi prinsipləri özünü biruzə vermişdi. Viyana klassik bəstəkarları əsərlərində akord dili adətən sadə, üç səslilərin istifadə olunması ilə bağlı idi. Yalnız Beethoven musiqisində 7-ci pillə septakordundan istifadə etmiş və bu akordlar bəstəkarın əsərlərində xüsusi rol oynamış. 7-ci pillə septakordundan istifadə musiqiyə dramatizmi gətirmək üçün istifadə olunurdu. Viyana klassiklərinin musiqisində adətən qohum tonallıqlardan istifadə olunurdu və daha uzaq tonallıqlara modulyasiya Mozart yaradıcılığının sonu və Beethoven yaradıcılığının başlanğıcında istifadə olunurdu. Haydn yaradıcılığında klassik orkestrın tərkibi yaranmış və Beethoven yaradıcılığında bu daha da inkişaf etmişdi. Haydn yaradıcılığında klassik orkestrın tərkibi yaranmış və bu orkestr 4 alətlər qrupundan ibarət olmuşdu. Taxta nəfəsli alətlər, mis nəfəsli alətlər, zərb alətləri və 4-cü simli alətlər. Simlilərə aid alətlər skripka, violin, alt, viola, kontrabas. Taxta nəfəsli alətlərə fleyta, qaboy, klarnet, fagot. Mis nəfəs alətlərə valtorna, truba, trombon, tuba. Zərb alətlərinə isə litaralar, müxtəlif zənglər, ksilofon aiddir.